Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz alça turşusu qoyacaq qışlıq üçün. Alça turşularını duza qoyacaq, yəni qışda yemək üçün. Bu alça turşularını bu üsulla qoysaz, inandırım sizə qışda xırta-xırtla yeyəcəksiniz. Deməli, bunun üçün bizə nələr lazımdır? Bərk alçalar, ondan sonra dəfnə yarpağı, biraz nanə, uksuz 70%lik, şəkər və duz lazım olur. Bir də bankalar. Təbii ki də bir də qaynadılmış su lazım olacaq. İndi ilk öncə başlayırıq bunları hazırlamağa. Deməli, bankalarımızı götürürük, beləcə qoyuruq, ağzını açıb və alçalarımızı doldururuq. Bu üsulla qoysaz, inandırım sizə həm dadından doymayacaqsınız, həm də qışlıq üçün çox gözəl olacaqdır. İstəsəz zövqə uyğun sarımsaq da əlavə edə bilərsiniz, ancaq zövqə uyğun. Yəni kim istəyir. Dəfnə yarpağı 2-3 dənə qoyuruq. Birəcə nanə belə qoyuruq arasına və alçaları. Bəziləri qaralıb da alçaların. Bu şəkildə beləcə eləyirik. Basa-basa. O birisində də onun kimi. Belə. Yəni zövqə uyğun eləyirsiniz. Kim istəsə içinə qara istiot da tökə bilər, yumru istiotdan. Nanəni də belə qoyuruq və üzərinə yenə alçalarımızı qoyuruq. Baxın, belə elədikdən sonra üzərinə bir desert qaşığından bir şəkər əlavə edirik. Bax, belə. Ondan sonra duzumuzu əlavə edirik, xörək duzu.